إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وسلم. Əziz uşaqlar, bugün sizə yayın gəlişi ilə bağlı bir xatırlama etmək istəyirəm. Bəzi məsələləri sizin diqqətinizi çatdırmaq istəyirəm. Zaten hər yay demək olar ki, eyni şeylər təkrarlanır. Ona görə bu barədə danışmağa faydası var. Müsəlmanlar ümumiyyətcə xatırlamadan ancaq faydalanırlar. Bildiyiniz kimi yayda isti olur, havalar isti olur və əslində bu barədə o yayın ən isti olan durumu olur. Adətən o yayın ortasında olur. Bu barədə bir hədis var. Əbu Hüreyrədən rivayet olunan hədisdə Əbu Hüreyrə radiyallahu anh rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdi. İştəkətən naru ilə rabbihə. Cəhənnəm öz Rəbbinə şikayət etdi. Fəqalət və dedi, Ya Rabbi əkələ bə'di bə'dan. Ey Rəbbim, mənim bir hissəm digər hissəmi yeyib məhv edir. Fəədnə ləhə binəfəseyn. Və Allah ona 2 nəfəs almağa icazə verdi. Ona yenə cəhənnəmə. Nəfəsin fiş-şitə və nəfəsin fis-sayf. Bir nəfəs qışda və bir nəfəs yayda. Fəhvə əşəddu mə təcidunə minəl-hər və əşəddu mə təcidunə minəz-zəmhərir. Və sizin hiss etdiyiniz ən şiddətli isti və ən sərt soyuq həmən o nəfəsdəndir. Yəni, cəhənnəm o qədər istidir, o qədər təsəvvür edilməyən dərəcədə də istidir ki, öz Rəbbinə yenə Allaha şikayət edir ki, ey Rəbbim, mənim bir hissəm digər hissəmi yeyir, məhv edir. Ona görə Allah Subhanahu taala ona icazə verir 2 dəfə nəfəs almağa. Bir dəfə nəfəs alanda o yayın ən isti vaxtına düşür, bir dəfə də nəfəs alanda qışın ən soyuq vaxtına düşür. Yəni qışın ən soyuq vaxtı və yayın ən isti vaxtı cəhənnəmin nəfəsinə uyğun gəlir. Bu o demək deyil ki, yayda ən isti vaxt deməli cəhənnəmdə də belə istidir. Yox. Bu sadəcə cəhənnəmin nəfəsidir. Yəni cəhənnəmin özündə isə nə dərəcədə istidir, onu heç biz təsəvvür edə bilmərik. Təsəvvür edin, o od o qədər qızdırılır, o qədər istidir ki, o artıq qaralıb. İstidən, yəni qaynar olmağından qaralıb. Biz necə bilirik odu? Bu dünyada od sarı rəngdədir, qırmızı, sarı, məsələn, evdəki qaz göy rəngdə olur məsələn, amma cəhənnəmdəki od qaradır. O qədər o qızdırılıb istidirsə. Allah qorusun. Bu hədis Səhih Müslimdə gəlir və bu bizə nəyi xatırladır? Bu yaydakı istidə bizə cəhənnəmin istisini xatırladır. Yəni biz yayda çox hava isti olanda təsəvvür etməliyik ki, yəni cəhənnəmdə bundan daha istidir. Çünki necə Peyğəmbər sallallahu bir hədisdə demişdi ki, bu dünyadakı od cəhənnəmin 70%-1 hissəsidir. Yəni ki, cəhənnəm istisi qat-qat, cəhənnəmin odu bu dünyadakı oddan ən belə qaynar, ən belə isti od, hansı ki bu dünyada mövcuddur, ondan qat-qat daha qaynar, daha istidir də. Özdə cəhənnəmin odu sadəcə isti deyil. Orada məhz əzab verici istidir. Yəni ki, orada ağlasılmaz əzablar var, Allah qorusun. Allah Subhanahu taala cəhənnəmi məhz əzab üçün yaradıb, əzab vermək üçün öz asi qullarına, hansılar ki, ona şərik qoşurlar, ona küfr edirlər, peyğəmbərlərə qarşı müharibə edirlər və s. Bu arada Allah Subhanahu taala çoxlu ayələr deyib. Nə vaxt ki, məsələn, yayda hava isti olur, biz həmçinin nəyi xatırlatmalıyıq? Qiyamət günü günəşin altında insanların duracağı günü xatırlatmalıyıq ki, təsəvvür edin qiyamət günü insanlar günəşin altında duracaqlar və o gün 50.000 il davam edəcək. 50.000 il. 50 saniyə yox, 50 dəqiqə yox, 50 gün yox, 50 il də yox. 50.000 il. Təsəvvür elə 50.000 il çox böyük müddətdir. Və biz bu dünyada günəşin altında, günorta məsələn günün ən isti vaxtındadır. Günəşin altındayız. 5 dəqiqə dura bilmirik. 5 dəqiqə durandan sonra adam ya başı gizlənir, ya özündən gedə bilər, huşunu itirər. Hətta elə insanlar var ki, görürsən ki, günəş onu vurur və hətta ölür. Qiyamət günü isə ondan, bu hələm qiyamət günüdür. Qiyamət günü ondan daha isti olur. Daha 5 bətə. Çünki günəş indi bizdən neçə milyon kilometr uzaqdadır, amma qiyamət günü çox yaxın olacaq. Və o günü kölgədə olmayacaq. Allahın yaratdığı kölgədən başqa və o orada onun kölgəsində ancaq onun icazə verdiyi adamlar kölgələnə biləcək qiyamət günü. Allah Subhanahu bizi onlardan etsin. Deməli,
Bunlar hamısı xatırlatma üçündür ki, belə bir hallar olanda insan dərhal fikirləşməlidir ki, əgər bu dünyada bu istiyə mən dözə bilmirəmsə, bu dünyada mən bu qədər uzaqda olan günəşin istisinə dözə bilmirəm, onun altında dayana bilmirəmsə, hələ mən kölgə axtarıram, hələ mən paltar giymişəm və s. və s. Görün də qiyamət günü necə olacaq və qiyamət günün istisindən daha da beşbətəri nədir? Cəhənnəmin istisi. Tövbə surəsinin 81-ci ayəsində belə bir ayə var. Ayənin bir hissəsində Allah Subhanahu taala bizə məlumat verir. Yəni bu ayə necə nazil olur? Yəni bir dəfə Peyğəmbər sallallahu əleyhi və səlləm öz sahabelərinə müharibəyə çıxıb döyüşə gedir. O vaxtda da özünüz bilirsiniz də, yəni səhradır. Onlar da gecə yola çıxmırlar müharibəyə. Onlar səhər çıxırlar çox vaxt yox. Gün ortadan artıq yolda olurlar da. Yəni günün istisidir. İsti vaxtıdır. Ola bilər yayda olmuşdu bu. Yayda da, səhrada, indi kim Məkkədə, Mədəndə olub bilir ki, orada çox isti olur yayda. Və münafiqlər Peyğəmbərə sallallahu əleyhi və səlləm qatılmamışlar. O qoşuna qatılmadılar və qaldılar öz evlərində. Yəni döyüşə çıxmadılar. Və onlar nə dedilər? Necə Allah Subhanahu taala bizə Tövbə surəsinin 81-ci ayəsində deyir: "Və qalu la tanfiru fil har." Və onlar dedilər, bu istidə döyüşə çıxmayın. Allah Subhanahu taala nə deyir? Deyir, "Qul", yəni de, yəni Peyğəmbərə sallallahu əleyhi və səlləm deyir ki, onlara de. "Qul naru cəhənnəmə əşəddu harra." Cəhənnəmin odu bundan daha hərarətli, bundan daha istidir. "Ləv kanu yefqahun." Kaş ki anlayardılar. Kaş ki anlayaydılar. Yəni Allah Subhanahu taala bu dünyada məsələn hava istidir, günəşin altında dayanmaq olmaz. Bu cür deyən sözlər deyən insanlara deyir ki, cəhənnəmin odu bundan daha istidir. Düzdür, bu ayə münafiqlər barədə nazil olmuşdu. Peyğəmbərlə sallallahu əleyhi və səlləm döyüşə getməkdən imtina edənlər barədə, amma burada bizə lazım olan hissə nədir? Yəni ki, Allah Subhanahu deyir ki, bu dünyadakı isti cəhənnəm istisi ilə müqayisə olunmayacaq. Cəhənnəm istisi qat-qat bu dünyadakı istidən daha şiddətlidir. Ona görə belə hallarda biz həmişə xatırlamalıyıq ki, cəhənnəm var və o artıq yaradılıb, necə ki cənnət də var, artıq yaradılıb və qiyamət günü insanlar iki qrupa bölünəcəklər. Bir qrup cənnətə girəcək, cənnətə daxil olacaq və onlar orada əbədi qalacaqlar, heç vaxt oradan çıxmayacaqlar. Allah Subhanahu biz onlardan etsin. Və bir qrup da düşəcək cəhənnəmə. Və o cəhənnəmə düşənlər də iki növ olacaq. Müəyyən insanlar, məsələn kafirlər, müşriklər, onlar, münafiqlər, onlar əbədi orada qalıb əzab çəkəcəklər. Müəyyən insanlar isə, məsələn günahkar, çoxlu günahı olan müsəlmanlar, onlar orada düşsələr də orada əbədi qalmayacaqlar. Günahları yulandan sonra oradan çıxıb axırda yenə də cənnətə girəcəklər. Çünki tövhid, la ilahe illallah onları oradan çıxmasına səbəb olacaq. Ona görə bu xatırlatma lazımdır. Bir çox insanlar qəflətə düşürlər. Elə bilirlər ki, yay ancaq isti hava, dənizə getmək, çimmək, istirahət etmək və s. və s. Yox. Bu öz yerində heç istirahət etmək halaldır, əlhəmdülillah. Amma həmçinin digər tərəfdən də insan xatırlatmalıdır və bu barədə düşünməlidir. Sonra yayda biz bilirik ki, namazların vaxtı dəyişir. Yəni günorta namazların vaxtı arasında fasilə çox olur. Fərq çox olur. Məsələn, zöhr, əsr arası artıq bir neçə saat vaxt olur. Məsələn, əsrlə məğrib arası. Və ona görə də işa namazı gec başlayır. İşa namazı yay ayında gec başlayır, amma sübh namazı isə tez başlayır. Yəni qışda məsələn belə deyil. Qışda əksinə günorta namazları bir-birinə çox yaxındılar. Arada 1 saat yarım, 2 saat vaxt olur. Ona görə işa namazı da tez başlayır. Sübh namazı da gec olur. Yəni gecə uzun çəkir. Qışda gecələr daha uzundur, gündüzlər qısadır. Yayda isə əksinə, gecə qısadır, amma gündüz uzundur. Və belə halda bəzən görürsən ki, insanlar nə edirlər? Sübh namazına durmurlar, yatıb qalırlar çox vaxt. Niyə? Müəyyən səbəblərdən düzgün istifadə etmirlər, düzgün sünnə edilən səbəblərdən. Həmçinin İşa namazını qılandan sonra sünnəyə müxalif olaraq, məsələn, vaxtlarını boş-boş şeylər keçirirlər. O halda ki, əgər sən bilirsən ki, gecə qısadır yayda və məsələn, hərdən öyle olacaq ki, 3-4 saatdan sonra, işanı qılandan sonra, elə 3-4 saatdan sonra sübh namazı olacaq da, sən əksinə daha da çox çalışmalısan o vaxtı qənaət eləsən və boş-boş şeylər sərf etməyəsən. Çünki
Sonra sən az yatmış olacaqsan və az yatsan, ehtimal çoxdur ki, sən sübh namazını yatıb qalacaqsan. Ona görə sübh namazını da vaxtına durub qılmaq üçün sən əvvəlcədən tədbir görməlisən. Məsələn, bayaq dediyimiz kimi tez gedib yatmaq. Məsələn, işə namazını qıldın, qurtardın. Əgər vacib bir iş yoxdursa, vacib bir səbəb yoxdursa, zəruri bir səbəb yoxdursa, işə namazından sonra gedib yatmaq Peyğəmbərin sallallahu əleyhi və səlləm sünnəsidir. Yəni biz bilirik, biz sizin o hədisi oxumuşuq Ayşədən gələn rivayətdə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm məğrib namazından sonra yatmağı bəyənmirdi, işə namazından sonra isə danışmağı, söhbət etməyi bəyənmirdi. Niyə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm işə namazından sonra əgər xüsusi bir səbəb olmasaydı, zəruri bir səbəb olmayanda yatırdı, gedirdi, yatırdı. Və həqiqətən də indi də həkimlər də sübut edirlər ki, gecənin ilk vaxtında yatmaq insan orqanizmi üçün daha faydalıdır, nəinki o gecənin ikinci yarısından sonra yatmaq. Ona görə gecənin əvvəlində, yəni işə namazı qılandan sonra yatmaq səbəblərdəndir ki, sən sübh namazında vaxtdan dura biləsən. Həmçinin yuxuya gedəndə biz sizinlə keçmişik də müəyyən sunnalar var. Peyğəmbər sallallahu əleyhi və səlləm etdiyi əməllər var. Məsələn, dəstəmazlı yatmaq. Biz sizinlə bu barədə danışmışıq. Yuxuya gedəndə dəstəmazlı yatmaq, yuxuya getməzdən qabaq, yatmazdan qabaq, dəstəmaz almaq, əgər dəstəmazı yoxsa dəstəmaz almaq. Sonra müəyyən zikirlər var yatmazdan qabaq, o zikirləri deyirsən, ayələr var, ayələri oxuyursan, Peyğəmbərin sallallahu əleyhi və səlləm oxuduğu dualar var, onları oxuyursan, sağ tərəf uzanırsan və s. Yəni ki, hamısı səbəbdir ki, sən sübh namazını yatıb qalmayasan. Bunlar hamısı səbəbdir. Həmin o zikirlər, dəstəmazlı yatmaq, onlar hamısı səbəbdir ki, sən sübh namazını yatıb qalmayasan. Həmçinin, əgər ümumiyyətlə şəriətdə belə bir ümumi qayda var ki, əgər sən özünü hər hansı bir yaxşı əməllə təşviq etmək istəyirsənsə, özünü ona alışdırmaq istəyirsənsə, səbəblərdən biri nədir? Sən həmin o əməlin fəziləti barədə öyrənirsən, oxuyursan. Məsələn, sübh namazını vaxtına qılmaq barədə çoxlu hədislər var, düzdür? Onları oxuyursan və görürsən ki, sübh namazını vaxtına qılmağın nə qədər böyük fəziləti var da, nə qədər orada çox böyük əcr var. Və sən özünü onu xatırladırsan və deyirsən ki, niyə görə mən özümü o fəzilətdən məhrum etməliyəm də, daha da çox savab yığım da, niyə üçün mən savabı əldən buraxım? Və həmçinin həmən o əməli etməməyin də nə cür pis aqibətləri olur. Yəni, əgər o günahdırsa, onu etməməyi, sən onun barədə oxuyursan, bilirsən ki, bunu etməsəm, deməli mən filan pis vəziyyətə düşə bilərəm, nəticəsi pis olacaq, günah qazanırlarım və s. və s. Məsələn, sübh namazı barədə bir dənə hədis oxuyum sizə. Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, Əbu Hüreyrədən rivayət olunan hədisdə: "Leysa salatun asqala alal munafiqina min salatil fəcr vel işa. Və law ya'lamun ma fihima la atawhuma və law habwa." Əbu Hüreyrədən rivayət olunan hədisdə radiyallahu anh, Peyğəmbər sallallahu əleyhi və səlləm belə dedi: "Münafiqlər üçün ən ağır namazlar işa və sübh namazlarıdır." Gecənin axırıncı namazı, işa namazı və sübh namazı. Əgər onlar, yəni həmin münafiqlər də, əgər onlar bu iki namazda hansı savab və mükafatın olduğunu bilsəydilər, hətta sürünərək olsa belə o namazlara gələrdilər. Düzdür, söhbət burada ilk növbədə cəmaət namazından gedir məsciddə, amma o ümumiyyətcə evdə qılınan namazlar da idi. Yəni ki, münafiqlər evdə də qılmırlar. Təsəvvür et, əgər o məscidə gəlmirsə, məsciddə cəmaət namazı qılmırsa, əlbəttə ki, evdə də qılmır. Çünki evdə onu heç kim görmür axı. Başa düşdünüz? Ona görə necə Abdullah ibn Məsud və bəzi başqa sahabelər deyirlər ki, biz əgər kimisə sübh namazında görmürdüsə, deməli biz onun barədə pis deyirik. Biz onun barədə fikirləşirik ki, deməli bu münafiqdir. Yəni ki, onun barədə çünki bizim vaxtımızda o namazlara münafiqlər gəlmirdilər. Yəni ki, bu əlamətlərdir. Ona görə sən özün fikirləşirsən ki, savabı da çoxdur. Məsələn ki, sübh namazını məsciddə qılsa cəmaatla, o gecənin bir hədis gəlir ki, kim işa namazını qılsa cəmaatla, o gecənin yarısı qədər, gecənin yarısını ibadət etmiş kimi olur. Kimsə sübh namazını qılsa cəmaatla məsciddə, o bütün gecəni ibadət etmiş kimi olur. Bu hədisdə sizin oxumuşlar əvvəllər. Və həmçinin başqa rəvayətlər də var, başqa hədislər də var. Ümumiyyətlə, namazın vaxtına qılınmasına ayə də var ki, Nisa surəsində Allah Subhanahu deyir ki, hər namaz öz vaxtında vacib edilir və s. Yəni, hər namazın öz vaxtı var. Zaten o namazların adları ilə o vaxtı bildirir. Və siz bunların hamısını oxumaqla siz özünüzü xatırladırsınız ki, mən əgər namazıma səhlənkar olsam, bu barədə biz sizin çoxlu ayələr oxumuşuq, hədisdə oxumuşuq ki, mən həmin o Məun surəsində ayə düşə bilərəm ki, vay olsun o namaz qılanan halına, hansılar ki, namazlarına səhlənkardırlar da.
Vaylil musallin ellezine hum anis salati sahun. Və həmçinin əgər mən sübh namazını qılmasam, yəni səhlənkarlıq ucbatından, səbəbindən mən sübh namazını vaxtında durub qılmasam, məsələn, səbəb tutmadım, yatıb qaldım. Mən artıq münafiqlərə oxşamış olacağam. Çünki onlar bu namazları qılmırlar. Onlara bu namaz ağır gəlir. Mən niyə onlara oxşamalıyam? Baxın, mənə Allah Subhanahu taala müsəlman edir, baxın. Münafiqlər cəhənnəmin dibindədir. Mənim onlarla nə işim var? Mənim onların yanında nə işim var? Onlara niyə mən bənzəməliyəm? Mən gərək sahabelərə oxşayım. Və ona görə də biz bunları hamısını nəzərə almalıyıq və çalışmalıyıq ki, namazlarımızı da vaxtına qılaq, fərq etmir. Bu yaydır, qışdır, ilin bütün vaxtı. Və yayda daha çətin olur. Məsələn, sübh namazını qılmaq. Məsələn, kim işləyir gün ərzində, ona işə namazını qılmaq çətin olur, çünki o gün axırı artıq yorulur. Amma yenə də işə namazını çox vaxtı görürsən insanlar qılır, amma sübh namazını çox vaxtı görürsən ki, bəzi insanlar çox böyük səhlənkarlıq edirlər və o təhlükəlidir, o pis şeydir. O pis haldır, elə olmamalıdır. Sonra yayda başqa bir məsələ var, hansı ki, həmişə baş verir. Bu da ki, xüsusən uşaqlarda olur. Bu da uşaqlarda çoxlu boş vaxt olur. Niyə? Çünki yayda məktəb bitir, artıq yay tətilləri başlayır. Ona görə də yayda, yəni uşaqlarda boş vaxt çox olur. Ona görə də görürsən ki, onlar çox vaxtı məsələn çıxırlar, günün yarısını səhər vaxtı məsələn də yatırlar. Günün bir hissəsini daha doğrusu yatırlar səhər vaxtını. Gün ortanı evdə olurlar, çünki bayrisdə olur. Və evdə olanda da çox güman ki, bütün günü ya telefonda otururlar, ya televizorun qabağında, yəni hansı bir monitorun qabağında otururlar və vaxtlarını belə lazımsız, hətta deyərdim zərərli şeylərə sərf edirlər. Günün digər hissəsini isə səhərin olan vaxtda, axşamüstdən ta bir də görürsən bəzilər gecəyə qədər həyətdə oynayırlar, bayırda olurlar. Gezirlər, oynayırlar. Yəni oynamaqda problem yoxdur. Məsələ odur ki, o çoxlu boş vaxtı gərək düzgün istifadə edəsən. Birincisi, o boş vaxtda sən oynayanda, nə bilim, orada burada gezəndə sən bilməlisən ki, namazın vaxtı gələndə sən namazı vaxtına qılmalısan. İkincisi, sən bilməlisən ki, o boş vaxtda nemətdir və onun sən qədrini bilməlisən və çalışmalısan onu özün üçün fayda üçün istifadə edəsən. Necə ki, biz bu arada hədisdə oxumuşduq. Peyğəmbər sallallahu əleyhi və səlləm Abdullah ibn Abbasın rivayətində, Abdullah ibn Abbasdan radiyallahu anh rivayət olan hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm demişdir ki: "Ni'mətani məğbubun fihimə kəsirun minən-nas, as-sihhatu vel-fərağ." İnsanların çoxu iki nemətin qədrini bilmir və onlarda ziyana uğrayır. Sağlamlıq və boş vaxt. Yəni sağlamlıq və boş vaxt bu iki nemətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm bunları nemət adlandırdı və dedi ki, insanların çoxusu bunların qədrini bilmir və bu məsələlərdə, yəni sağlamlıq və boş vaxt məsələsində onlar ziyana uğrayırlar. Yəni onu düzgün istifadə etmirlər. Həmin o nemətlərdən düzgün istifadə etmirlər. Və ona görə də biz bu hədisi həmişə yadda saxlamalıyıq və çalışmalıyıq ki, boş vaxtı səmərəli keçirik. Yəni çalışın boş vaxtda lazımsız şeylərə baxmağın əvəzinə, məsələn, kitab oxuyun, ya faydalı bir şeylə məşğul olun, evdə faydalı işlərlə məşğul olun. Məsələn, valideynlərə evdə kömək edin, ananıza kömək edin evi yığışdırmaqda, məsələn, başqa ev işlərində. Həmçinin, məsələn, bəli, məktəb yoxdur, dərslər bitib, amma məsələn, hər hansı bir kitabı getirin, yay ərzində o kitabı əvvəldən axıra qədər məqsəd qoyun özünüzü oxuyasınız. Oxuyun. Yəni ki, öz biliyinizi həmişə artırın. Yəni siz elmi məktəbdə oxuduğunuza görə, məktəbə görə öyrənmirsiniz. Siz öyrənirsiniz elmi çünki siz bilmək istəyirsiniz. Sizə o lazımdır. Məktəbə görə yox, sizin özünüzə o lazımdır. Məktəb qutaranda o deməkdir ki, biz daha oxumayacağıq. Məktəb qutarsa belə yenə də elm öyrənmək ölənə qədər davam etməlidir. Düzdür, söhbət gedir faydalı elmdən. Başqa bir hədisdə Abdullah ibn Məsudun rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi ki, o qiyamət günü hər bir insan ayağını yerindən tərpədə bilməyəcək ta bu qiyamət günü baş verir. Ta 5 şey barədə soruşulmayınca. Yəni və o 5 şeydən biri də nə idi? Nə olacaq? Cavanlığı barədə. Cavanlığını nəyə istifadə etdi? Təsəvvür edin, cavanlıq. Siz deyin ki, mən hələm uşağam, mən hələm böyük deyiləm məsələ. Yəni ki, hətta cavanlıq barədə insan qiyamət günü soruşacaq. Yəni o dərəcədə ki, onun ayağı
Bir ayağı təsəvvür bir yerdə durmusunuz da, siz heç ayağınızı belə tərpədə bilməyəcəksiniz. Ta siz bu suallar barədə soruşulmayınca və siz gəlib cavab verəsiniz. Sizə sual verir, sən də deməlisən ki, məsələn, sən deyəcəklər ki, cavanlığına nə istifadə edirsən, deməlisən, hə mən bütün gün oyun oynayırdım həyətdə. Evdə olanda bütün gün telefona baxırdım, telefon oynayırdım və s. Belə uşaq cavanlığımı keçirdim mən. Yəni ki, bu düzgün deyil. Bu o deməkdir ki, mən o həmin suala düzgün cavab verdim. Yox. Düzgün cavab odur ki, mən Allah üçün bu vaxtımı sərf etdim. Yəni Allah razı qaldığı, Allahın istədiyi əməllərə cavanlığımı sərf etdim. Ona görə bunu nəzərə alın. Necə Peyğəmbər sallallahu dedi ki, "İğtənim xamsən qablə xamsin." Bu başqa bir hədisdir. Abdullah ibn Abbasdan rivayet olunan hədisdə Peyğəmbər sallallahu dedi ki, "İğtənim xamsən qablə xamsin. Həyatəkə qablə mautik və sihhətəkə qablə saqamik və fərağəkə qablə şuğlik və şəbabəkə qablə haramik və ghinəkə qablə fəqrik." Peyğəmbər sallallahu deyir ki, 5 şey gəlməzdən əvvəl 5 şeyin qədrini bil. Yəni 5 şeydən faydalan. Qocalıq gəlməzdən qabaq gəncliyindən faydalan, yəni gənc vaxtlarından. Xəstəlik gəlməzdən qabaq sağlamlığından, yoxsulluq gəlməzdən qabaq var-dövlətindən və məşğulluq gəlməzdən qabaq boş vaxtından və ölüm gəlməzdən qabaq həyatından. Deməli, bu hədisdə biz görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə deyir ki, 5 şey gəlməzdən qabaq 5 şey barədə 5 şeyə fikir ver, 5 şeydən səmərəli istifadə et. İğtənim, yəni ki, ondan faydalan. Və onlardan biri nədir? Qocalıq gəlməzdən qabaq gənclik və məşğulluq gəlməzdən qabaq boş vaxt. Yəni boş vaxt və gənclik. Yəni ki, o cavan vaxtlar, hasan ki, sən aktivsən, sən enerjilisən, sən çoxlu yaxşı əməllər görə bilərsən. Və o vaxtdan istifadə et, öyrənginə. Və sizin üçün indi çoxlu oxumaq lazım, çoxlu öyrənmək lazım. Siz elminizi artırmalısınız, inkişaf eləməlisiniz. Və özünüzü buna alışdırmalısınız. Yəni nə qədər indi çox oxusan, nə qədər çox indi elmlə məşğul olsan, sən özü buna alışdıracaqsan. Sən daha çox kitabla vaxtı keçirməlisən, nəinki telefonla, televizorla, monitorla. Yəni ondan o qədər sən fayda almayacaqsan, nə qədər sən kitablardan fayda alacaqsan. Kitab tamam başqa şeydir. Ona görə də özünüzü alışdırın kitab oxumağa, çoxlu kitab oxuyun. Yəni ki, kitablara bağlanın. Elm öyrənmək üçün ən böyük səbəblərdəndir. Və həmçinin orada nədir? Boş vaxt. Yəni boş vaxtı təbii ki, biz bildik ki, yayda boş vaxt xüsusən uşaqlarda çox olur, tətil olur, məktəbdə dərslər olmur. Ona görə də o boş vaxtı da səmərəli, faydalı istifadə edin. Deməyin ki, hə, boş vaxtı mən getdim bütün günü istirahət etməyə, oynamağa və s. Yox, günün bir hissəsində istirahət elə oyna, bir hissəsində yenə də davam elə özlərində məşğul olmağa. Biraz kitab oxu, biraz nəysə dinlə, təkrarla, əzbərlə. Oğlanlar məsələn idmanla məşğul olsunlar. Düzdür, idmanla məşğul olmaq qızlara da faydalıdır. İndi hərə özü üçün bir şərait qurmalıdır ki, hər tərəfli inkişaf eləsin. Və bu yayda olan, baş verən məsələlərdir, hansını ki, biz hər dəfə özümüzə xatırlatmalıyıq. Və həmçinin siz digərlərinə də xatırladın. Əgər görürsünüz ki, məsələn, sizin hansı bir bacı qardaşlarınız bu məsələdə qəflətdədirlər, xatırladın, nəsihət eləyin. Xatırlanma müsəlmana fayda verir. Və onu gözəl tərzdə edin, yəni ki, niyyətiniz də olsun ki, siz başqa bir insana da xeyir verəsiniz. Yəni niyyətiniz heç vaxt olmamalıdır ki, mən özümü onun yanında göstərim ya da ki, özümü ondan daha üstün, yaxşı görürüm və s. Yox, o olmaz. Əksinə siz eləməlisiniz ki, sən bir yaxşılıq edəndə istəməlisən ki, başqa bir insan da mən yaxşılıq eləsin ki, o da savab qazansın, sən də savab qazanasan, sən də düzələsən, o da düzəlsin. Başa düşdünüz? Sən də yaxşı olasan, güclü olasan, o da yaxşı olsun, o da güclü olsun. Aydındır? Bugünlük bu qədər. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ent, əstəğfirukallahu və etûbü ileyk.